İlk öncə bunu demək istəyirəm ki, Türkiyədə atestatla təhsil adı gələndə qorxmağınıza ehtiyac yoxdur. Bu dünyanın bir çox yerində olan və normal bir prosesdir. Çünki atestat özü də bir təhsilin son pilləsidir. Yəni 11 illik təhsil bitir və siz bunun qarşılığında atestat alırsınız. Orada qiymət müvəffəqiyyət göstəriciləriniz olur. Magistr həmçinin transkriptiniz olur, diplomunuz olur, doktora həmçinin. Yəni dünyanın bir çox yerində, əksər yerində, yəni bu pillələr arası keçiş üçün, yəni əlavə imtahan nəticəsinə ehtiyac yoxdur, yəni. Universitetlər deyir ki, sən əgər orta məktəbi yaxşı oxumusansa, niyə də bakalavra girməyəsən? Çünki zaten sənin atestatında göstəricilərin yaxşıdır, yəni. Buyur, gəl oxu və yaxud sən magistri yaxşı oxumusan, niyə də doktorantura üçün əlavə imtahan verəsən və s. Yəni, bu bir real bir şeydir. Bununla bağlı qorxub, yəni özünüzü şübhələr altına qoymağa ehtiyac yoxdur. Həqiqətən belə bir şey mövcuddur və Türkiyədə də universitetlər atestatla qəbul apara bilirlər. Yəni ki, bunu da özləri onsuz öz saytında yazırlar.